İlahi məni apar cəhənnəmə, mən layiqəm əzaba. Amma bir ömür qəlbimdə Əlinin məhəbbətini daşımışam. Bəs o məhəbbət necə olacaq? Bir ömür Peyğəmbər qızı Fatimə-i Zəhraya biz göz yaşı axıtmışıq. Bir ömür biz Fatimə-i Zəhra üçün ağlamışıq. İlahi bir ömür pis yaxşı biz Hüseynin əzasında əyləşmişik. Biz Hüseyn üçün göz yaşı axıtmışıq, pis ya yaxşı. O məhəbbət necə olacaq bəs? O məhəbbəti ki mən qəlbimdə daşımışam, bəs o məhəbbətimə kim cavab verəcək mənim? Bir dənə bu gecə deyək ki, İlahi sənə sığınıram. Sən bilirsən ki biz nələr eləmişik. Heç kəs bilmir, gizlətmirsən hamıdan. Cəmaat hamımız bir-birimizə yaxşı gözlə baxır, amma sən bilirsən ki mən kiməm. Sən açmamısan, nabrımızı açmamısan, göstərməmisən. Bizim pisliyimizi gizlətmirsən, amma bizi yaxşı insan kimi tanıyır. Amma mən bilirəm özüm mən kiməm. Sən də məni yaxşı tanıyırsan, mən kiməm. İlahi, burada necə gizlətmirsən, qiyamətdə də bizim amrımızı gizlət. İlahi, bu gecə bir kəsin dərin qapısına gedəcəyik ki, şərab əllərində südə çevrilir. Yaxşı şey də yoxdur aparaq, amma günahımızı aparacaq deyəcəyik. Bizim bu günahımızı ərid, bizim bu günahımızı, pisliyimizi yaxşılığa çevir. İlahi, əyinni bil-buka əla nəfsi. İlahi, mənə kömək elə, mən öz müsibətimə ağlayım. İlahi, bundan böyük müsibət ki, səndən uzaq düşmüşəm. Bundan böyük müsibət var. İlahi, bu gecə mənə kömək elə, mən bu müsibət üçün ağlayım. Ya babə nicatəli ümmə, ay ümmətin nicat qapısı. O qapıya gedəndə həssas olaq. Deyir İmam John'un başının üstünə dedi ki, John, nə istəyirsən məndən? Bax, bu bir cümləni istəyirik səndən Hüseyin can bu gecə. Ya Əba Əbdillah, fətənəffəs. Mənə bir dənə nəfəs vur. Bir nəfəs vur mənə. Sənin nəfəsin mənə həyat versin. Sənin nəfəsin məni diriltsin. Bu gecə onu istəyirik Əhl-i Beytdən ki, bizə bir nəfəs verin. O nəfəs ki, bizim ölmüş qəlbimizi diriltsin. Bizim ölmüş qəlbimizə həyat versin. Bizim mənəvi həyatımızda bir dirilik tapılsın, dirilək. Mənəvi baxımından dirilək, həyat tapaq. Bu gecə ondan ötürü Quranları başımıza qoyuruq və ondan ötürü Əhl-i Beytin qapısına gedirik ki, mənəvi bizə həyat versinlər, mənəvi baxımdan bizi diriltsinlər.